Bu günlər sizə göstərəcəyim bu CapCut trikləri videolarınızı daha keyfiyyətli və daha möhtəşəm göstərəcək. Hazırsınızsa başlayalım. Birinci olaraq sizə göstərəcəyim trik dostlar rəng izolyasiyasıdır. Hal-hazırda görmüş olduğunuz kimi ekran belə bir bomboş bir sahədir. Bura gətiririk. Əlimdə belə bir klip var. Bunu əlavə edirik. Burada görmüş olduğunuz kimi misal üçün deyə bu sarı rəngi saxlamalıyıq. Rəng izolyasiyası dediyimiz şey də budur. Aha da bu sarı rəngdən başqa bütün rənglərin doyğunluğunu azaltmaq. Yəni ağ-qara formada göstərmək. Bunun üçün də gəlirik ayarlar hissəsindən Adjust hissəsinə, yəni rəng ayarlama hissəsinə basırıq. Buradan da HSL hissəsinə tıklayırıq. Görmüş olduğunuz kimi bundan başqa olan bütün rəngləri burada doyğunluğunu azaldırıq. Bu da buradakı bu saturation yazısı var. Doyğunluq deməkdir o. Bunu gəlirik buradan azaldırıq. Görmüş olduğunuz kimi bu belə oldu. Sonra gəlirik aha da bu rəngi seçirik. Bu rəng, yəni bu dəri rənginin. Bunun da doyğunluğunu azaldırıq və görmüş olduğunuz kimi baxırıq. Sadəcə sarı rəng qaldı. Sarıdan başqa bütün rənglərin doyğunluğu getdi. Belə olan kliplərdə dostlar rənglərin bir-birindən kəskin fərqlənməsinə üstünlük verin. Yoxsa baxın belə bir şey göstərim sizə. Misal üçün deyək bu rəng bu rənglə uyğundur. Bunu azaldanda bunun da doyğunluğu azalır, bunun da doyğunluğu azalır. Və nəticə etibarilə bu sizin istədiyiniz obyektin də solğunlaşmasına gətirib çıxardır. Onun üçün rəng ayrımının kəskin olmasına fikir verin. İkinci trikimiz istənilən obyekt arxasına yazı yazmaq. Bunu da necə eləyirik? Baxın görmüş olduğunuz kimi hal-hazırda. Hal-hazırda görmüş olduğunuz kimi əlimdə belə bir klip var. Gəlirik buradan. Birinci növbədə dostlar gəlirik buradan. İstədiyimiz mətni yazırıq. Məsələn dedik kanala abunə olun, videoya like atın. Bu arada kanala abunə olun, videoya da like atmayı unutmayın. Gəlirəm baxın buradan bunu belə balacalaşdırıram. Görmüş olduğunuz kimi yazı biraz belə görsənir. Gəlirəm buradan buna uyğun bir font seçirəm. Ən yaxşı fontlardan bəziləri sizə göstərim. Montserratdır, Poppins'dir, Sonadır, Futuradır. Bunları seçə bilərsiniz. Mən buradan hal-hazırda Montserrat'ı seçəcəm. Və belə də bir şey göstərim ki, dostlar, hal-hazırda görmüş olduğunuz kimi belə böyəldim bunu sizə göstərim. Baxın burada görmüş olduğunuz kimi bu ağ yazı ilə bu biraz fərqlənmir. Bunun səbəbi bunların ikisində eyni rəngdə olmasıdır və yaxud da eyni tonlamalarda olmasıdır. Yazı ilə arxa plan görüntüsünü bir-birinə ayırmaq üçün onlar arasında kontrast yaratmalıyıq. Bunun üçün də yazını seçirik, buradan aşağıya düşürük və burada shadow hissəsi var. Bu da kölgələndirmə deməkdir. Bunu belə çox eləməyin, çünki kobud görsənəcək. Bunu azaldın əlinizdən gəldiyincə və belə. Ya da opasitesini artırın, blurrinessini azaldın. Yəni belə bir şey eləyə bilərsiniz. Baxın görmüş olduğunuz kimi biraz bir fərq yarandı və çox böyük olmayan, amma ayırda biləcəyiniz formada yazılar artıq yaranmağa başlayır. Baxın bunu belə seçdikdən sonra gəlirik bu adamı burada kopya eləyirik və gəlirik bu yazını da videonun sonuna qədər belə uzadıram. Sonra bu videonu kopyalayıram və bunun üstünə yapışdırıram. Görmüş olduğunuz kimi hal-hazırda yazı üstədir, düzdür? İndi bu yazını bu iki eyni videonun arasına almalıyam. Baxın bu belə. Görmüş olduğunuz kimi yazı hal-hazırda bu ikisinin tən ortasındadır. Buradan sonra isə bu insanın arxa planını silməliyik. Bunun üstünə gəlirik video hissəsinə, Remove BG və buradan da Auto Removal. Və görmüş olduğunuz kimi arxa planı sildi və bunun da arxa planı silindi. Belə olan halda nə edirik? Gəlin bunu da göstərim. Mən bu arada bunun belə olacağını fikirləşmirdim. Buradan Custom Removal var. Bunu seçirik və buradan bu adamı seçirik. Belə bir şey eləyəcəm. Hər halda seçəcəm. Aha, tutdu və seçdik. Görmüş olduğunuz kimi. Baxa bir dənə. Görmüş olduğunuz kimi çox möhtəşəm formada arxa planda artıq yazımızı əlavə edə bilirik. Və siz bunun sayəsində də videolarınızı alt yazıları belə əlavə edərək videonuzu daha keyfiyyətli formada təqdim edə bilərsiniz. İndi isə sizə göstərəcəyim şey dostlar, videolarda pürüzsüz zoom in və zoom out, yəni yaxınlaşdırma və uzaqlaşdırma effektini necə düzəltməkdir. Birinci növbədə baxın əlimdə hal-hazırda görmüş olduğunuz kimi belə bir video var. Burada belə bir söz deyirəm. Baxın. Abunə olmağı unutmayın. Baxın, görmüş olduğunuz kimi bu hissədə videonu birinci yaxınlaşdırmalıyıq. Bunun üçün də gəlirik, videonun üzərinə tıklayırıq. Burada transform hissəsi var. Keyframe hissəsinə basırıq və bunu biraz belə sürüşdürmək yaxşıdır. Aha, üzərindən tutaraq sürüşdürə bilərsiniz bu arada. Baxın, bunu gəlirəm belə tam burada yaxınlaşdırmalıyam. Baxın, görmüş olduğunuz kimi abunə olmağı unutmayın. Baxın, abunə olmağı unutmayın. Bundan sonra isə bunu uzaqlaşdırmalıyam. Yəni sözümü bitirdimsə, daha bunu uzaqlaşdırım. Gəlirəm, baxın buradan bunu belə eləyirəm. Gəlirik buradan, bunu yaxınlaşdırıb uzaqlaşdırdığımıza görə bunu biraz belə də məsafəsini azaldıram. Okey. Bu videonun üstünə sağ klik eləyirik. Burada Show Variable Speed Animations var. Bunu Alt K düyməsinə eyni anda basaraq da
görə bilərsiniz. Baxın, hal-hazırda elədiyim kimi. Burada dostlar belə bir yer açılacaq. Baxın, görmüş olduğunuz belə bir yer. Burada scale X, Y və rotate hissəsi var. Scale ölçü deməkdir. Burada X sağ və sola hərəkəti göstərir. Y yuxarı və aşağı, rotate isə döndürməyi bizə göstərir. Biz hal-hazırda dəyişimimizi scale, yəni ölçüdə elədiyimizə görə, yəni videonun ölçüsünü artırıb azaltdığımıza görə burada scale hissəsini açırıq. Və görmüş olduğunuz kimi belə bir yer qabağımıza çıxır. Burada biz nə edirik? Baxın, görmüş olduğunuz kimi bunların hamısını belə seçirəm. Burada bu ayarlar, qrafikalar hissəsi var. Telefonda bunu tapmaq çox sadədir. İki keyframe'in arasına gələndə ekranda görmüş olduğunuz bu yerdən bir qrafik ayarı gəlir. Oradan ona tıklayırsınız və burada Cubic Out'u seçirsiniz. Və görmüş olduğunuz kimi Abone olmağı unutmayın. bunu biraz düzdür, sözü tez bitirirəm diyordu. Belə olur. Dayan, unutmayın lan. Bunu belə edirəm və qrafika zaten eyni qalır. Abone olmağı unutmayın. Baxın. Video mən yaxşı biraz uzadım. Amma biraz da belə sürüşdürürəm. Abone olmağı unutmayın. Abone olmağı Görmüş olduğunuz kimi. Bunu istədiyiniz kimi ayarlaya bilərsiniz. Baxın, belə eləyə bilərsiniz, belə eləyə bilərsiniz. Amma məsləhətim odur ki, bunların hamısını bir dəfəlik seçib, burada Cubic Out'u seçməyiniz və bəli. abone olmağı unutmayın. Videoların belə hissəsində isə bu gördüyünüz yeri daha belə deyim də səliqəli göstərmək üçün nə edə bilərsiniz? Gəlin onu da sizə göstərim. Baxın, gəlirsiniz belə bir dənə yer açırsınız deyə, yeni bir dənə sekmə açırsınız. Gəlirsiniz burada vuş sound effect. Vuş effekti olar. Baxın, görmüş olduğunuz belə bir sayt var, Pixabay, ki mən bunun haqqında bir video da çəkmişdim. Bu saytda və siz bunlardan istifadə edə bilərsiniz. Mən bunu necə edə biləcəyiniz haqqında bir video çəkmişəm. Onu da izləyə bilərsiniz kanalımdan. Burada gəlirik Free Wush Sound Effects hissəsinə basırıq və buradan deyə baxın, bunu seçək. Birincini seçdik, yüklədik. Yükləndi. Bunu götürüb belə də dartırıq, proqramımıza atırıq və görmüş olduğunuz kimi Abone olmağı unutmayın. baxın belə. Abone olmağı unutmayın. Abone olmağı Bunu bir-birinin tam üstünə gətirməyiniz Abone olmağı məsləhətdir. Abone olmağı unutmayın. Baxın, bunu da gəlirəm, buradan belə əlavə eləyirəm. Hətta bunların məsafəsini yaxınlaşdırdım ki, səs effekti ilə eyni vaxtda düşsün. Baxırıq bir dənə izləyək. Unutma. Abone olmağı unutmayın. Bəli, görmüş olduğunuz siz bunun sayəsində artıq videolarınızı daha keyfiyyətli edə bilərsiniz. Gəldik sonuncu və bonus trikimizə. Bu trik sayəsində sizin videolarınızın səs effektini level up elətdirəcək. Yəni necə? Gəlin bir dənə qulaq asaq. Unutma. Abone olmağı unutmayın. Bu gördüyünüz səs qeydi telefondan alınan bir səs qeydidir və arxa planına bir hava səsi və yaxud da klaviatura, mouse kimi belə bir səslər gəlir. Buradan gəlirik audio hissəsini seçirik. Burada da aşağı verib reduce noise var. Buna türkündə gürültü əngəlləmə deyirlər. Buna basırıq və qulaq asırıq. Unutma. Abone olmağı unutmayın. Bir dənə də belə qulaq asaq. Baxın, sizə göstərim, siz sadəcə baxın. Unutma. Abone olmağı unutmayın. Unutma. Abone olmağı unutmayın. Görmüş olduğunuz kimi dostlar, bu və bunun kimi triklər sayəsində videolarınızı daha keyfiyyətli edə bilərsiniz və videolarınızı daha çox insanın qarşısına çıxararaq izlədə bilərsiniz. Belə videoların davamı üçün də videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Özünüzə fikir verin. Sağ olun.